Hər vaxtınız xeyir. Bugün elektronikadan çox rastlaşacağımız elementlərdən biri olan kondensator haqqında öz təcrübələrimi sizinlə bölüşməyə çalışacağım. Çox termindən və düsturdan istifadə etmədən praktikada sizə lazım olan məlumatları verməyə çalışacağım. Əgər videomu faydalı görürsünüzsə, paylaşmağı və fikrinizi bildirməyi unutmayın. Kondensator mövzusu niyə elektronikada mühümdür? Yəni əvvəlcə onu izah edin, sonra kondensatorların növləri, ölçülməsi, parametrlər haqqında danışarıq. Baxın, belə bir platamız var. Plata ekran platasıdır. Sadəcə üzərindəki kondensatorları göstərəcəm. Kondensatorlardır bu yaşıllar. Bu göylər kondensatorlardır, kondensatordur. Burada gördüyünüz xırda hamısı mavi olanlar hamısı kondensatordur. Bu kondensatorlardır. Burada gördüğünüz sarılar kondensatordur. Bunlar hamısı kondensatordur. Bir de çalışacağım görürsün. Burada xırda gördüğünüz bunlar hamısı kondensatordur. Gördüğünüz kimi platada kifayət qədər. Demək olar platanın 1/3'ni, elementlərin 1/3'ni kondensatorlardır. Kondensatorlar elektrik enerjisini üzərində depolamaq üçün istifadə olunur. Ağınıza belə bir sual gələ bilər ki, niyə baterikalar ola? Bilir ki, baterikalarda elektrik enerjisini depolamaq üçün istifadə olunur. Niyə kondensatorlardan istifadə edirik? Kondensatorlar baterikalara nisbətən çox tez elektrik enerjisini depolayır və tez bir zamanda isə boşalır üzərindəki elektrik enerjisi. Və kondensatorun bu özəlliyindən istifadə olaraq filtr, zaman gecikdirmə kimi dövrlərdə istifadə olunur. Kondensatorlardan danışarkən onları iki qrupa bölə bilərik. Qütüblü kondensatorlar və qütübsüz kondensatorlar. Qütüblü kondensatorlar dedikdə onun mənfi müsbət tərəfləri olur. Məsələn, çox istifadə olunan qütüblü kondensatorlar elektrolit kondensatorlardır. Gördüyünüz kimi bu tərəfi mənfi, yəni bu ayaq mənfi tərəfdir. Bu ayaq isə müsbət tərəfidir. Ümumiyyətlə kondensatorlar haqqında danışarkən onun iki əsas parametrini diqqət yetirməliyik. Voltu və faradı, yəni tutumu. Bu volt üzərində yazılan 400 volt. Bu kondensatorun dözə bildiyi, yəni maksimum 400 volta qədər işləyir. Yəni bu 400 voltda işləmir. Sadəcə maksimum deyir ki, mən 400 volta qədər işləyə bilirəm. Onu artıq işləmirəm. Ki, adətən də üzərində yazdığı gərginlikdən 50 volt, 30 volt aşağı o gərginlikdə istifadə olunur. Digər bir özəlliyi isə faraddır, yəni tutumudur. Bu kondensator 470 mikrofaraddır. Başqa bir kondensator, elektrolit kondensatora baxaq. Yenə 400 volt, 220 mikrofaraddır. Baxın, belə bir böyük kondensatorumuz var. 4700 mikrofarad, 400 volt. Fikir verdinizsə, gərginliyi eyni olsa da farad dəyərləri fərqli olduğu üçün, tutumları fərqli olduğu üçün arada belə bir fərq var. Yəni belə bir nəticə çıxara bilərik ki, tutumu nə qədər çox olarsa kondensatorun ölçüsünə, elektrolit kondensatorun ölçüsünə bir o qədər təsir edir. Digər bir qütüblü kondensatorumuz tantal kondensatorlardır. Tantal kondensatorlar belə sarı rəngdə olur. Bəzən belə uzun növlər də var tantal kondensatorların. Baxın, burada daha böyüyü var. Bunlar uzun, yəni bəziləri belə yastı olur, onlar yox. Daha belə uzun sov olanlar. Bunlar da tantal kondensatorlardır. Tantal kondensatorlarda müsbət tərəf xətt tərəfidir. Yəni göstərim burada sizə. Bu xətt olan tərəf müsbət tərəfidir. Qütüblü kondensatorlar haqqında bu qədər. İndi isə qütübsüz kondensatorlardan danışmaq istəyirəm. Qütübsüz kondensatorların bir növü film kondensatorlardır. Gördüyünüz kimi bu kondensatorlarda mənfi tərəf, müsbət tərəf yoxdur. İstədiyiniz kimi qoşa bilərsiniz dövrəyə. Bundan əlavə film kondensatorları əsasən güc dövrələrində, məsələn, inverterlərdə, UPS-lərdə çox istifadə olunur. Dəyişən gərginlik filtrlərində istifadə olunur. Plata baterikanın adaptörüdür. Baxın, giriş hissəsində, yəni buradan sabit gərginliyi filtre eləmək üçün 2 dənə film kondensator istifadə olunub. Digər bir kondensatorumuz isə seramik kondensatorlardır. Üzərindən göstərim sizə. Bunlar seramik kondensatorlarımızdır. Bunlar onların SMD formasıdır. Yəni platanın üzərinə lehimlənir. Plata üzərində sizə seramik kondensatorlardan göstərəcəm. Bu gördüyünüz mavi kondensatorlar hamısı seramikdir.
Burada xüsusi bir merci kondensator dediğimiz kondensatordur bu. Qəhvəyi rəngdə olan merci kondensator deyirik buna. Gəlin bir də təkrar eləyək. Bax bu gördüyümüz seramik kondensatorlardır göylər. Hamısı elektrolit kondensator. Baxın mənfi tərəfi bu tərəfdir dedik. Bunlar da elektrolit kondensatorlardır. Baxın qara hissəsi mənfi tərəfdir. Burada qara hissəsi mənfi tərəfdir. Bunlar elektrolit kondensatorlardır. Baxın qara hissəsi mənfi tərəfdir. Sonra bax tantalium kondensator dedik. Bax bu hissəsi müsbət tərəfdir bunda. Burada seramik kondensatorlar var. Baxın SMD seramik kondensatorlar. Kondensatorlar növləri haqqında bu qədər. Kondensatorları öyrəndik. İndi isə gəlin ölçməsinə dair bir necə ölçülür, hardan bilək ki bu kondensator işləyir, işləmir. Kondensator ölçmək üçün multimetrdən istifadə edirəm. Qoyuram aparat. Kondensatorunu alıram, baxıram birinci dəyəri nə qədərdir? 220. 220'dir. Baxın dedik ki bura mənfidir. Mənfi hissəsidir. Çubuğun mənfi hissəsini qoyuram. Müsbət hissəsini qoyuram. Biraz gözləyirik. Gördüyünüz kimi 220 işləyir. Adətən bu kondensatorlar yandıqda və ya işləmədikdə üzərində şiş olur, bu hissəsində şişir. Yəni hiss olunur kondensatorlar olduğu. Kondensatoru ölçərkən məsələn üzərinə oxuyursunuz 220 mikrofarad, amma göstərir 200 mikrofarad. Kondensatorlarda tolerans dəyəri olur. Yəni kondensator 20%-ə qədər, adətən 5-10% olur, amma 20%-ə qədər tolerans ola bilər. Adətən aşağı düşür. Məsələn 220 isə 200 mikrofarad belə göstərə bilər. Bu normaldır. Kondensatorlar haqqında bu qədər. Suallarınız olarsa yorum hissəsinə yazmağı unutmayın. Faydalı gördüyünüzsə paylaşmağı, fikrinizi bildirməyi unutmayın. Sağ olun.